Azərbaycanda deyəlim ki, son illər bağ evlərində ağlay xəstəliyi var insanlarda. Bizim milli daşımızdır və binalarımıza müəyyən bir xoş bir ansambl kimi bir rəng qatır. Amma bir şey deyim sizə, sadəcə olaraq onu düzgün proporsiyada və miqdarda istifadə etməlidirlər. Yəni ki, yenə də burada gəlirik nəyə? Qızıl nisbiyə. Yəni ki, burada çalışırlar nəsə bir şey yaratmaq fasadda, hardasa elementlər götürürlər və bunu aqlayla eləyirlər. Sütunlar fərqli formada, fərqli ölçüdə, binanın üzərinə nə gəldi, yapışdırılır, hansısa bir elementləri götürüb yapışdırılır ki, güya ki, bu tarixi üslubda eləyirlər. Həddindən artıq çox həyətdə hər yeri aqlayla doldurulur. Yəni ki, bunun da qanunu var. Bina 30%, yəni ki, sahəsi, tikili sahəsi 30%, 70% sahədən, yəni harda ev tikilirsə, 70% sənin yaşıllığın olmalıdır. 30% cəmsi tikili olmalıdır. Onda normal olacaq. Yəni ki, biz daşdan anadan olmamışıq. İnsanlar təbiəti görmək sevir. Təbiətdə olanda insanın beyni, nəfəsi, gözləri tamamilə başqa cürə özünü xoşbəxtlik hiss edir.